İkinci sual budur ki, Həzrəti Fatimə Zəhra salamullah əleyhaya kim namaz qıldı? Əbu Bəkr mi namaz qıldı? Başqası namaz qıldı mı? Xeyr. Bəzi sünnilər gəlib deyirlər ki, Əbu Bəkr Həzrəti Fatiməyə cənazə namazı qıldı və dəfn etdilər. Səhih Buxaridə belə bu hədisi gətirdilər və həmçinin Səhih Müslimdə. Deyir ki, fələmmə tuvufiyyət dəfənəha zəvcuha Ali ibn Əbi Talib leylən. Səhih Müslimdir bu. Deyir ki, Həzrəti Zəhra ki, dünyadan köçdü, Həzrəti Əli əleyhissalam dəfn etdi gecə vaxtı, gecə yarısı. Vələm yu'zin biha Əbu Bəkr. Əbu Bəkrə də izin vermədi, heç xəbərdar etmədi ki, ta ki Əbu Bəkr gəlsin ora. Əgər bir nəfər Həzrəti Peyğəmbərimizin şər'i, məşru xəlifəsidir, qanuni xəlifəsidir, bəs onun yəni belə nə üçün icazəsi olmaya ki, gəlsin burada şirkət eləsin, özü də Allahın, Rəsulunun qızının dəfnində. Məgər bundan qeyridir ki, Həzrəti Fatimə Zəhra onun xilafəti məşru bilmir. Ömərin və Əbu Bəkrin xilafətlərini məşru bilmir, onlardan heç vaxtda razı olmadı, onları özünə imam bilmir. Bundan qeyri deyil ki, Səhih Buxaridə deyir ki, fələmmə tuvufiyyət dəfənəha zəvcuha Əliyyun leylən. O zaman ki, vəfat elədi Həzrəti Zəhra salamullah əleyha, Həzrəti Əli əleyhissalam onu öz zövcəsini gecə vaxtı dəfn etdi. Vələm yu'zin biha Əbu Bəkr. Heç vaxtda da Əbu Bəkrə izin vermədi və sallallahu əleyha və Həzrəti Əli əleyhissalam özü namaz qıldı Həzrəti Fatimə Zəhra salamullah əleyhaya. Hər yerdə eşitdiniz ki, Əbu Bəkr namaz qılıbdı Həzrəti Zəhra, bu yalan bir sözdür. Qələtdir kökündən. Üçüncü sual budur ki, nə üçün məhz Həzrəti Əli əleyhissalam Həzrəti Zəhranın gecə vaxtı dəfn etdi? Bu da özünə görə bir sualdır. Vəhabilər, sünnilər gəlib yalan danışaraq, bəzi sözlər uydurma, qondarma sözlər danışırlar. Deyirlər, nə olsun ki, Həzrəti Zəhrada ilə o birilər kimi, məsələn, Peyğəmbərimizi gecə dəfn etdilər, Həzrəti Əli əleyhissalam özü gecə dəfn oldu, nə bilim, Ayşə gecə dəfn oldu, Əbu kim, bunlar gecə dəfn oldular. Bunu istəyirlər, örtüb bastırsınlar üstün. Nə üçün? Çünki Əbu Bəkrin, Ömərin abracı gedir axı burada. Xilafətləri yanlış olur burada ona görə. Deməli, əzizlər, Həzrəti Fatimə Zəhra salamullah əleyha nə üçün gecə dəfn oldu? Bəli, düzdür, Vəhabilər, sünnilər düz deyirlər. Biz də elə onu deyirik ki, gecə dəfn oldu Həzrəti Fatimə Zəhra salamullah əleyha. Peyğəmbərimiz də, digərləri də gecə dəfn oldu. Amma nə dəlilə? Həzrəti Zəhra salamullah əleyhanı hansı dəlilə görə gecə dəfn etdilər? Təvilu muxtələfəl hədis. Bu kitabı İbn Qüteybə yazıbdır. Bu kitabın təhqiqini Muhammed Muhyiddin Əl-Əsfər eləyibdir. Əl-Məktəbül İslamidə Beyrutda çap olunubdur. Müəssisətül İşraqda Əd-Davhədə çap olunubdur bu kitab. Deməli, bu kitabın 427-ci səhifəsində İbn Qüteybə gəlib burada danışır ki, şiələrdən deyir ki, şiələr deyirlər ki, bəli, bu ayələrə istinad edib deyirlər ki, Həzrət Fatimə Zəhra salamullah əleyhanın haqqı idi miras aparmaq. Ayənin biri Bismillahirrahmanirrahim və vərisə Süleymanu Davudə. Bu bir ayə, ikinci ayədə deməli Həzrəti Zəkəriyya barəsindədir ki, Həzrət Zəkəriyya buyurdu ki, Yərisuni və yərisu min əli Yəqub. Bu ayələrə İbn Qüteybə deyir, şiələr istinad edir və bu söz deyir. Gəlib burada ayələri burada güya öz aləmində rədd edir. Bu ayələrlə hələ işimiz yoxdur. Burada gecə dəfn olunmağın dəlilini danışırıq. Burada deyir ki, Həzrəti Fatimə Zəhra salamullah əleyha belə buyurdu ki, öz mirasını tələb eləyir, Əbu Bəkir vermir mirası və burada hələfət la tükəllimhu əbəda. And içir Həzrəti Zəhra ki, onunla heç vaxt Əbu Bəkirlə heç vaxtda danışmasın və əvsət ən tudfənə leylən. Həzrəti Fatimə Zəhra salamullah əleyha vəsiyyət eləyir ki, gecə dəfn etsin. Nə üçün? Liəllə yəhzurəha. Çünki istəmirdi ki, Əbu Bəkir hazır olsun onun dəfnində və namazında. Fəddufinət leylən. Bəs gecə vaxtı dəfn olundu Həzrəti Fatimə Zəhra salamullah əleyha. Bəs Həzrəti Zəhra istəmirdi ki, Əbu Bəkir orada hüzur tapsın, hazır olsun. İkinci kitab Şərh-u Səhih Əl-Buxari İbn Bəttalın kitabıdır. Deməli, bu kitabı təliq eləyən Əbu Təmim Yasir bin İbrahimdir. 3-cü cildində Məktəbətür Rüşd Riyazda çap olunubdur bu kitab. 325 və 326-cı səhifədə belə gətiribdir. Deməli, babu dəfni billəyl. Bəli, burada bu babda gətiribdir ki, Həzrət Peyğəmbərimiz gecə dəfn olundu, Əbu Bəkir gecə dəfn olundu, Ayşə, Osman gecə dəfn olundu və dəfənə Əli ibn Əbi Talib zəvcətəhu Fatimə leylən. Həzrət Əli əleyhissalam dəfn etdi öz zövcəsi Fatiməni gecə vaxtı. Nə üçün? Fərrə biha min Əbi Bəkr ən yusalli əleyha.
Əbu Bəkirdən qaçırdılar. İstəmirdilər ki, Əbu Bəkir gəlib orada namaz qılsın. Həzrəti Fatimə Zəhranın cənazəsinə namaz qılmasın, dəfnində iştirak etməsin. Niyə? Çünki kanə beynəhuma şeyun. Çünki onların arasında bir şeylər yaranmışdı. Burada demir ki, nə oldu, nə baş verdi və ancaq deyir ki, kanə beynəhuma şeyun. Onların arasında bəzi şeylər olmuşdu, bəzi qalmaqallar var idi. Ardında Həsən ibn Məhəmməd də deyir ki, Həsən ibn Məhəmməd də öz rəvayətində bu söhbəti gətiribdi. Lakin orada deməyibdir ki, Həzrət Fatimə Zəhra salamullahi əleyha belə vəsiyyət etmişdi. Amma deyir ki, bəli, istəmirdilər ki, Əbu Bəkr olsun orada və onların arasında bir şeylər yaranmışdı, olmuşdu. Biz öz iddialarımıza dəlillər gətiririk. Sizin suallarınıza, sizin şübhələrinizə dəlillər gətiririk. Öz kitablarınızdan, səhih adlandırdığınız kitabdan, mötəbər kitablarınızdan, hamısı da sizin alimlərinizin iqrarı, etirafı və rəvayətlər, hədislər ki, gətiriblər, onlardandır. İndi nə üçün siz bu cür inadkarlıq, təəssübkeşlik eləyirsiniz ki, Allahın elçisinin düşmənləri ilə, Allahın elçisinin qızının düşmənləri ilə, Əmir əl-Möminin Həzrəti Əli əleyhissalamın düşmənləri ilə bir olasınız və onları yalancasına, qondarma sözlərlə müdafiə eləyəsiniz, amma haqqın tərəfində durmayasınız, bu özü adamı təəccübləndirir. Adam yəni bilə-bilə, insanlar bilə-bilə özlərini aparar nahaq yola, aparar nahaq yerlərə gedər, nahaq insanlardan tərəfdarlıq eləyərmi? Xeyr, heç vaxtda.